Azərbaycan. Ülker müəllimə, deyin görək, əsir Azərbaycanım şeirinin adında təsvir ifadə vasitəsi olaraq nədən istifadə olunubdur? Əsir Azərbaycanım. Aha, deməli, epitetdən istifadə olunubdur. Başqa nə deyə bilərik müəllimlər burada? Əsir Azərbaycanım. Metonimiya da var da. Ay, sağ olun. Tamamilə doğrudur. Bu sertifikasiyaya düşmüş bir sualdır. Eyni zamanda burada metonimiyadan istifadə olunubdur. Çünki burada Azərbaycanım deyəndə Azərbaycan xalqını, Azərbaycan əsarət altında olan Azərbaycan əhalisini nəzərdə tutmuş olur. Tamamilə doğru. Deməli, həm epitetdən istifadə olunmuşdur, həm də metonimiyadan istifadə olunmuşdur. Doğrudur. Səsli qızda da metonimiyadan istifadə olunmuşdur. Sinekdə oxadan onu da xatırlayaq. Ümumilikdə şeirimiz neçə bənddən ibarətdir? 4 bənddən ibarətdir. Bəli. Azərbaycan bayrağına şeirindən ortaq cəhəti ondan ibarətdir ki, o da 4 bənddən ibarətdir, bu da 4 bənddən ibarətdir. Hansı vəzindədir bəs müəllimlər əsir Azərbaycanım şeiri? Heca vəznindədir. Bu xüsusiyyəti də Azərbaycan bayrağına şeirindən ortaq cəhət götürə bilərikmi? Bəli, müəllim. Ay, sağ olun. O da 4 bənddən ibarət idi. O da heca vəznində idi. Sadəcə Azərbaycan bayrağına qoşma kimi qafiyələnmişdi. Qoşma deyildi. Xüsusi bir janrı yox idi. Bəs deyin görün mənə, əsir Azərbaycanım şeirinin xüsusi bir janrı varmı? Xeyr, müəllim. Xüsusi bir janrı yoxdur. Bəs şeir şəkli neçəlikdir əsir Azərbaycanımın? Beşlik. Ay, sağ olun. Şeir şəkli bunun 5likdir. Amma biz bilirik ki, hər 5liyə də müxəmməs demək olmaz. Müxəmməsi tapmaq üçün birinci qafiyə quruluşuna diqqət yetiririk və burada diqqət yetirəndə müxəmməsin... Bu xüsusiyyəti onun Heydər Babaya salam poeması kimidir. Ay, sağ olun. Bəli, tamamilə doğrudur. Aha, bəli. 5lik formasında olması Heydər Babaya salam poemamızda 5lik formasındaydı. Qafiyə məsələsini, indi qafiyə eynidir. Orada da eynidir, burada da eynidir. Qafiyəmiz necə idi? İlk 3 misra öz arasında həm qafiyə olurdu. Məsələn, doğuran, yoğuran, çağıran. Yəni a bu formada. Bəxtsiz anam oy, yanam oy. Son ikilər isə öz aralarında həm qafiyə olmuş olurdu. Sonraki bəndlərdə isə yenə ilk 3 misra öz arasında, məsələn, F öz arasında. Amma son 2 misra isə birinci bəndin son 2 misrasından həm qafiyə olmuş olurdu. Deməli, bəndlərdə sonda gələn 2 misralar öz aralarında həm qafiyə olmuş olur. Qafiyə quruluşu bu cür. Janr məsələsinə toxunduq, vəzn məsələsinə toxunduq. İndi gəlin keçək. Bu bizim əsərimizin forma xüsusiyyətlərindən bir hissəsi. Təsvir ifadə vasitəsinə hələ toxunmamışıq. Məzmun baxımından gəlin görək. Bu əsərimizin mövzusu hansı mövzuda yazılıbdır? Şeirin mövzusu nədir? Qürbətdə vətən Qərblikdə olan bir insan qürbətdə vətən əsir. Aha, vətənə məhəbbət deyə bilərik, düzdürmü? Və lirik qəhrəman qürbətdədir və harda qürbətdədir? Hardadır lirik qəhrəman? Ay, sağ olun. Bəli, mühacir həyatı yaşayıbdır sənətkarımız və Türkiyəyə sığınmışdı və Türkiyədə yazmışdı. Başqa qürbətdə yazılan hansı əsərləri tanıyırıq yoldaşlar? Hansılar misal göstərə bilər ki, bax bu şeirlərdə qürbətdə yazılmışdı? Müəllim, elə Zeybək qızı qürbətlə bağlı deyildi. O qürbətdə yazılmaz. O qürbətdə yazılan şeir soruşuram sırf ki, qürbətdə olan məsələlər yox. Qürbətdə yazılan şeirlər soruşuram. Azərbaycanla bağlı qürbətdə yazılan şeirlər. Məsələn, bir bunu deyirik. Durnalar mənim. Aycan, durnalar da qürbətdədir. İndi yazmış ki, müəllim, durnalara Bakıda yazıbdır. Niyə qürbət adlandırırıq ki biz? Ona görə qürbət adlandırırıq ki, bu Zakir öz Qarabağdaydı, Şuşadaydı. Zakir oradan ayrı düşmüşdü və bura onun üçün, Bakı onun üçün sürgün yeri idi və buranı qürbət adlandırırdı. Tamamilə doğrudur. Bəli, durnalar şeirini biz qeyd edə bilərik. Əsir Azərbaycanımda həmçinin qeyd edə bilərik ki, bu şeirlər qürbətdə yazılmışdı. Yaxşı, indi keçək növbəti məsələmizə. Deyin görün burada
müəllif özünün təxəllüsünümü, yaxud da adınımı çəkməsi varmı? Xeyr, məndə yox. Aysan. Yox. Hə, burada yenə Azərbaycan bayrağının şeirində də belə idi. Müəllifin orada təxəllüsünü görməmişdik biz, nə də ki öz adını işlətməsi. Beşlik formasında olmasına görə biz bunu bənzətdik Heydər Babaya Salam poemasına. Oradan mı müəllifin təxəllüsü var idi. Hər iki hissədə də müəllif Şəhriyar öz təxəllüsünü işlətmişdi. Bir də beşlik formasında olması bunu bənzədir hansı şeirimizə? Bunu bənzədir. Müxəmməsə Yox, müxəmməsə yox. Hansı şeirə bənzədirdi? Azərbaycan. Azərbaycan şeiri. Səməd Vurğunun Azərbaycan şeirinə bənzədirdi, düzdürmü? O da beşlik formasındaydı. Süleyman Rüstəmin Təbrizin şeirinə də mənim Aha, qafiyəsi də bəli. eynidir. Aha, qafiyə məsələsinə görə də oxşarlıq təşkil edə bilər. Doğrudur. Yaxşı, indi burada yer adı olaraq, şəhər adı olaraq havanın adı çəkilir yoldaşlar? Bakı. Bakını burada Nazlı Bakı adlandırılır. Aha, Bakının adı çəkilir. Bakının adı başqa harda çəkilmişdi şeirlərimizdən bir dənə yadımıza salaq görək Bakının adı. Azərbaycan şeirində buruqların çıraq. Ay sağ olun. Aha, Səməd Vurğunun Azərbaycan şeirində Bir dön bizim Bakıya bax. Bakının adı orada da çəkilmişdi. Burada da Nazlı Bakım deyir. Tamamilə doğrudur. Bəs hansı dənizin adı çəkilir burada? Xəzər dənizi. Xəzər dənizinin adı çəkilir. Bəli, Xəzər dənizinin adı başqa hansı şeirlərdə çəkilmişdi? Gəlin yadınızda salaq. Azərbaycan bayrağı. Aha, orada Quzğun dəniz adından getmişdi, düzdürmü? Quzğun dəniz birinci bənddə. Sonra Xəzərin adı Azərbaycan şeiri. Azərbaycan. Əhməd Cavadın Azərbaycan şeirində, Azərbaycan şeirində Xəzərin adını çəkilməsini orada da görmüş olduq. Yaxşı, burada belə deyim də, başqa coğrafi məkanların, yerlərin adları çəkilirmi? Ağrı dağı, Alagözlü, Aha. Milin, Muğannan. Aysan, dağ adı çəkilir. Məsələn, Ağrı dağ, Dağlar şeirində də dağ adı var idi. Ziyarətgah yeri kimi Kəbənin adı çəkilir. Aha, ay sağ olun, bəli. Muğanın adı çəkilir, Mirin adı çəkilir, Kəbənin adı çəkilir. Tamamilə doğrudur. Yaxşı, burada müəllifin vətən sevgisini, belə deyək də, qabarıq şəkildə görə bilirik. Hətta o doğma yurdunu o qədər sevir ki, deyir, könlümə deyir, təkcə deyir, mən səni Kəbə etmişəm. Mən deyir, burada qürbət eldə. Yəni şeirin özündə məsələn düşdəki şeirin özündə bu şeirin qürbətdə yazılmasına dair bir məqam varmı? Deyəcəyik təbii ki, sənsiz deyir neynim qürbət eldə. Həm də birinci bənddə də deyirik, neçə ildir həsrətindən yanam oy. Neçə ildir həsrət, yəni müəllif vətəndən uzaqdadır ki, vətənin həsrətindən yanır. Bir də Sahib Təbrizi var idi, yadınızdadır. Vətən həsrəti ilə bağlı şeirlər yazan sənətkarlarımızdan idi. Hər quşa öz yuvası, hər kişiyə öz vətəni deyirdi. Sahib Təbrizi Hindistanda sürgündə olubdu. Hind üslubunu Azərbaycan ədəbiyyatına gətirən Füzulinin davamçılarından Sahib Təbrizi. Bax, o da vətən həsrəti ilə bağlı şeirləri öz əksini tapır. Yaxşı, bəli. Hind üslubu, o şeirlərimizdə fərqlilik Hind üslubu olaraq nə gətirib? Mənə maraqlı gəldi. Eşitmişdim, amma Hind üslubunu bilmirdim. Bir Hind üslubu, o düzdür, proqramda keçirilmir ki, Hind üslubu bizdə nə deyil. Fərqli bir üslubdur. Yəni Hindistanda olub. Yəni ki, şeirləri, onların şeirlərinə uyğun bir tərz gətiribdir. Necə Rəsul Rza getdi, sərbəst şeiri gətirdi. Sərbəst şeir Aysan rusların idi. Maykovskidən təsirləndi, gəldi. Artıq bizim ədəbiyyatda da yazdı. Sonra digər sənətkarlar da yazmağa başladı. Məsələn, sərbəst şeirin işlənmə arealı geniş oldu. Yaxşı geniş işlənə bildi. Çox sənətkar istifadə etdi. Amma bu Hind üslubu elə də çox geniş yayılmadı. İşlənmə arealı və geniş olmadı. Bunun yaradıcılığına görə ali məktəbdə tədris olunur. Heç orta məktəbə məsələn o gətirilmir. Sadəcə kitabda keçirilmiş. Eşitməmişdim. Mənə də maraqlı gəldi. Sadəcə keçirilmiş ki, qürbətdə olub və Hind üslubunun banisi olubdur. Azərbaycan ədəbiyyatında həmin sənətkarımızın yeniliyi ondan ibarətdir.
Yaxşı yoldaşlar, burada ümumiyyətlə müəllif həmin dövrdə Azərbaycanın əsir olması, rusların belə deyək də o zəncirlərinin altında olması və buna həm ürək ağrısından qeyd edir, eyni zamanda müəllifin ümidi varmı ki, Azərbaycan bu çətinlikdən qurtulacaq, bu əsirlikdən belə deyək də, bu zülmün altından qurtulacaq. Buna ümid edirmi? Bəli, Mənim bəli. orada deyir ki, bu sərsəm gediş dursa oy. Yəni Aha. ümid edir ki, durar da. Aysa, yəni müəyyən bir ümidi var. O ümid edir ki, belə deyim də, bu siyasi proseslər, orada sərsəm gedişdə Həsən coşacaq, bu ümumiyyətlə, gedişə son qoyacaq. aha, bəli, bu Müəllimə, sərsəm, burada bəli. deyirik, bəxtsiz anam oy. Hı -hı. Burada 1918-ci il hadisələrindəki nəzərdə tutulur, Aha, yoxsa bu bilirsiniz, bu Hacı bəxtsiz dövrünü anam nəzərdə tutulur? o deyəndə, bəxtsiz anam o deyəndə, elə bil ki, orada Azərbaycan AXC-ni nəzərdə tutur da. AXC-ni bəxtsiz ana adlan. Ümumi Azərbaycanı bəxtsiz anaya bənzədir. Amma normal belə deyək də, bəzi təhlillərdə bu cür gedir ki, burada bəxtsiz anam deyəndə sırf AXC-ni nəzərdə tutur ki, bəxtsiz oldu da, çox azdısa bir müddət ərzində yaşadı. Onu nəzərdə tutur müəllif. Yaxşı, istədiyordu ki, Xəzər coşacaq, bu sərsəm gedişi, zəncirləri qıracaq, bu sərsəm gedişi dayandıracaq. Bəs deyin görün mənə, burada desək ki, rusların Bakıya hücumu, Bakını işğal etməsi, belə məqamlar burada öz əksini tapırmı? Təbii ki, yox. Sadəcə Bakının adı fərqli məqamda çəkilir. Nazlı Bakım, o neft qoxan gülündən. Kim demiş ki, adın düşmüş dilimdən? Dediyiniz müəllimə, Rusların hücumu Bəxtiyar Vahabzadənin Şəhidlər poemasında var, hə? Aha, bəli. Orada təbii ki, biz görürük hücumu, açıq onların bizə qarşı törətdiyi fəlakətləri və s. Bunları açıq şəkildə görə bilirik. Amma burada açıq şəkildə müəllif onların bizə qarşı olan mərkli siyasətini qeyd etmir. Belə deyim də, elə bil ki, üstü örtülü şəkildə qeyd edir. Yaxşı, bədii sualdan bütün bəndlərdə istifadə olunmuşdur desəm, doğru fikirdirmi? Bədii sualdan bütün bəndlərdə istifadə olunmuşdur. Müəllimə, sonuncu bəndləri sadəcə. Aha, birinci və sonuncu. Aha, 1 ilə 4-də var, amma ortada 2 ilə 3-də yoxdur. Bəzən görürsüz testlərdə salırlar, təsir gücünü artırmaq üçün, şeirin təsir gücünü artırmaq üçün bütün bəndlərdə bədii sual var. Bütün bəndlərdə bədii sual olan şeirlərimiz var. Məsələn, keçən dəfə necə əl çəkim, bunu təhlil elədikmi sizdən? Mikail Müşfiqin. Necə əl çəkim şeiridir. Bəli, burada bütün bəndlərdə bədii sualdan istifadə olunub deyə bilərik. Sonra Badi Saba mənim dərdi dilimi qoşmasının bütün bəndlərində dedin nə dediyinə deyirlər. Hə, Aysan Füzulinin beyt şəklində olan məni candan usandırdı. Daha sonra Sabirin Neylərdin ilahi satirasında, qəzəl demirik ona, satira deyirik. Həmin o satirasında bütün beytlərdə bədii sualdan istifadə olunur. Amma bu şeir haqqında bütün bənd ifadəsini işlədə bilmərik. Yaxşı. Bu belə. Sonra başqa orada nəyə toxuna bilərik? Azərbaycanın dünyada tayı bərabərli olmayan, eşi olmayan, yəni tayı olmayan bir məkan kimi təsvir edir ifadəsi düşür testlərdə. MHM-in testlərində də var idi bu. Tamamilə doğrudur. Mənim eşsiz. Aha, bəli. Yaxşı, gəlin indi təsvir ifadə vasitəsi baxımından şeirə bir dənə toxunaq görək. Təsvir ifadə vasitəsi olaraq nədən istifadə edib? Ümumi məzmununa da baxaq, təsvir ifadə vasitəsinə də baxaq. Birinci bənddən başlayaq, gedək. Dedik ki, hər qafiyə məsələsinə toxunduq, hər bəndimiz 5 misradan ibarət olduğunu qeyd etdik. Hanı məni gül qoynunda doğuran? Gül qoyun ifadəsi nədir burada yoldaşlar? Aysan. Deməli, gül qoyun ifadəsi burada epitetdir. Epitetdən istifadə etmişdir. Epitet. Aha, xəmirimi göz yaşı ilə yoğuran. Xəmirimi göz yaşı ilə yoğuran.
Bu nədir bəs? Bu da metafordur da. Bu Mən metafordur. köçürülüb Ay sağ olun. Bəli, xəmir yoğuran insan olar. Xəmirimi yoğurmaq vətəni nəzərdə tutur ki, yəni vətəndir də məni xəmirimi göz yaşı ilə yoğuran. Beşiyimdə laylay balam çağıran Azərbaycan mənim bəxtsiz anam oy. Burada Azərbaycanı anaya bənzədir. Azərbaycanı anaya bənzədir. Bu da təşbehdir. Məsələn, birinci bənddə təşbehdən istifadə olunub desə, deyərik ki, doğrudur. Azərbaycanı anaya bənzədir. Neçə ildir həsrətinlə yanam oy. Bu da bədii sualdır. Bədii sualdan istifadə edibdim. Bu şeirdə ümumiyyətlə yoldaşlar rədif varmı? Bəli, o yerlər rədif sadəcə bildirilmir də, yəni şeirin öz adı ilə müraciət var. Aha. Bir də mən ola bilər. Biz bunu belə birinci keçmişdik də. Oy nida ilə rədif olan şeir. Oy. Başqa yoxdur. Bəli, Nida ilə yox. Nida ilə yoxdur. Elə burdadır. Anam oy, yanam oy, qırsa oy, sonra dursa oy. Görürsüz, qafiyədən sonra təkrarlanır. Yurdum oy, dərdim oy, taxtım oy, baxtım oy. Yəni qafiyədən sonra təkrarlanır. Necə? Səni mən rədif sayılır. Səni mən, günü mən, dini mən. Burada da Sənsiz dinim. Hə. dördüncü. Səni mən, günü mən, dini mən. Səni, günü, dini. Əslində bu da rədifdir. Bu bilirsiniz nəyə bənzəyir? Eyni pəri qoşmasında var idi. Bel nazik, tel nazik, dil nazik ifadəsi var idi. Bax orada ümumi olaraq şeirin rədifi pəridir də. Amma orada məsələn naziyə mən nə deyim? Təkrir deyim. Axı qafiyədən sonra təkrarlanıbdı. Şeirdə də bir rədifin olması məsələsinə də istinad edib. Onu rədif yox, ən gözəli onu müəllimlər, rədif yox da təkrir götürmək daha məqbul olar. Çünki şeirin rədifi birdir də, şeirin rədifi birdir, şeirin rədifi də pəri-pəridir də, orada nazik, 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 düzdür, qafiyədən sonra təkrarlanır, amma təkririn də yeri yoxdur da, məqsədli şəkildə intonasiya xatirinə, ahəngi tənzimləmək xatirinə edilən təkrardır deyə, onu təkrir götürsək, epifora götürsək, buradakı həmçinin mənləri də epifora götürsək daha məqsədə uyğun olar. Aha, indi burada bölgü məsələsinə də diqqət yetirək. Birinci bəndin bölgüsü məsələsi. Hanı məni 4, gül qoynunda 4, doğuran 3. 4, 4, 3 şəklindədir. O birisilərdə baxaq, salam desəm rüzgar alıb götürsə 4, 4, 4. Ümumiyyətlə burada misra daxili bölgü necədir müəllimlər? 4, 4, 3 formasındadır. Bu bizə hansı şeiri xatırladır ki, o da bütün bəndlərdə 4, 4, 3-dür. Ha, qoy yazın başından. Bütün bəndlər. Hayf ki yoxdur qoşmasın deyirsiniz? Yox, hayf ki yoxdur da. Əsasən 6-5 idi. 6-5 idi. Bəziləri 4, 4, 3 idi. Sırf 4, 4, 3 bütün bəndləri. Həyat sevgisində? Yox. Bu bilirsiniz Heydər babaya salam. Heydər babaya salamda eyni bax bu cür idi. 4, 4, 3. Azərbaycan bayrağına məsələn 6-5 idi. 4 bəndin 4-ü də 6-5 formasında. Daxil bölgüsü belə götürürdü. Amma burada da daxil bölgü yadınızda saxlayın ki 4, 4, 3 formasındadır. Yaxşı, bəli. Bir sual verə bilərəm bu bölgüdən söhbət. Məsələn, deyir ki, şeirdə bütöv bölgü prinsipi gözlənilir. Bu bunu nəzərdə tutur ki, yəni hamısı eyni gedir. Yox, yəni hecab əslində O bütöv söz prinsipi məsələsi, bir də ümumilikdə məsələn bütöv söz prinsipi məsələsi başqa şeydir. Bölgü məsələsində başqa şeydir. Məsələn, bütöv söz prinsipi məsələsi heca vəznində əsas tələbidir ki, bütöv söz prinsipi orada pozulmamalıdır. Bölgü məsələsinə gəldikdə, misra daxili bölgü məsələsinə gəldikdə, məsələn, qoşmada biz bilirik ki, 6-5 formasında, 4-4-3, 3-4-4 bu formada mövcud ola bilər də. Məsələn, şərt deyil ki, qoşmanın birinci bəndi 6-5-dirsə, misra daxili bölgüsü,
bütün bəndlər 6-5 olsun. Və yaxud da ki, qoşmada adicə pərinin özündə də var idi. Bəzi bir bəndin daxilində belə, bəndin daxilində belə 2 misra 6-5 idi, 2 misra 4-4-3 idi. Mütləq 6-5-sə 6-5, 4-4-3, 4-4-3-dürsə axıra qədər hamısı 4-4-3 bu formada getməsi bu tələb deyil təbii ki. Bu artıq oradakı intonasiya ilə, sözlərin seçilməsi ilə əlaqəli olan bir şeydir. Belə də ola bilər, belə də ola bilər bölgü. Ona görə mən bu cürdə seçmişəm, bu cürdə. Necə? Mən bu gün Nəsiminin testini işləmişdim. Orada qarşıma çıxmışdı belə bir şey, ona görə dedim. Hə. Yaxşı eləmisiniz. Nəsimin test izahını MHM-dən etmişəm. Səhvləriniz varsa oradan baxa bilərsiniz səhvlərinizin izahına. Yaxşı, gəlin davam edək. Növbəti bəndimizdə rast gəlinən. Burada məzmun məsələsi məlum məsələdir. Nə demək istədiyi və istifadə olunan təsvir ifadə vasitələrində qeyd etdik. Gedək ikinci bəndə. Salam desəm rüzgar alıb götürsə. Rüzgarın salamı alıb götürməsi. Bu nədir yoldaşlar? Metafora. Aydın, bu metafordur. Metafora deyil artıq. Əvvəlcə metafora sözü işlədilirdi. İndi artıq bu metafordur. Yaxşımı? Deməli, birinci misramızda, yəni ikinci bəndin birinci misrasında biz nəyi gördük? Metaforu gördük. Düzdür? İkinci bənd yazaq ki, bilək hansının təsvirini işlədirik. Ağrı dağdan Alagözə ötürsə. Ağrı dağdan Alagözə yenə salamı ötürmək. Bunu nə hesab edəcəyik ikinci misrada? Yenə metafor deyə bilərik. Aysan, burada da metafor deyirik ki, rüzgarın salamı ötürməsi. İnsan salamı çatdırır da digər insana. Amma burada rüzgarın çatdırmasıdır. Gür səsimi göy Xəzərə yetirsə. Yenə səsimi Xəzərə rüzgarın yetirməsi. Bu da metafor. Deməli, alt-alta 3 misrada metaforu görmüş oluruq. Xəzər coşub zəncirini qırsa oy. Burada nədir bəs yoldaşlar? Burada metafordur mənim. Metafordur, dişə, Xəzər coşub zəncirini qırsa oy. Müəllimə, metonimiyadır. Bilirsiniz, bütün xalqı səsləyir Azərbaycanın, Xəzərin adı altında. Yox, yox. Mübaliğə deyənmərik. Niyə mübaliğə demirik? Xəzərin şirkmə mənasında ki, müəllimə, Xəzərin coşub zəncir qırmağı. Müəllimənin dediyi də ola bilər. Metonimiyatçı, yəni Xəzərin burada yox, sırf Xəzər dənizi nəzərdə tutur axı. Sırf o coğrafi məkanların adını nəzərdə tutub deyir ki, gür səsini göy Xəzərə yetirsə, o da insan qrafilərdən zəncirini qırsa oy. Hökm etsə bu sərsəm gediş dursa oy. Mübaliğə deyərdim mən buna. Düzdür, metafor. Zənciri qırmaq insana məxsus xüsusiyyətdir, amma burada daha çox mübaliğəlik məsələ var, şişirtməlik məsələ var. Ona görə mübaliğə. Bəs sərsəm gediş ifadəsini epitet götürə bilərikmi? Bəli. Sərsəm gediş. Mənim metafor oldu. Xəzər coşub zəncirini qırsa. Bu mübaliğə götürərdim müəllimə mən. Çünki şişirtmə daha çoxdur. Xəzər coşub zəncirini qırsa oy. Burada mübaliğədir. Hökm etsə bu sərsəm gediş dursa oy. Hə, bu sərsəm gedişi dayandırmaq bu metafordur. Amma bu üçüncü misra mübaliğə götürərdim mən bunu. Sərsəm gedişdə orada epitetdir. Bədii sual varmı? Bədii sualdan da istifadə olunmamışdır. Bu dördüncü misranı mən mübaliğə götürürəm. Keçək indi başqa bir şey qalmadı. Misra daxili bölgündə bayaq qeyd etdik. Başqa orada təsvir ifadə vasitələrindən bir şey qalmadı. Keçirik üçüncü bəndə gəlin. Üçüncü bənd. Üçüncü bənddə xəbər alsam muğanından milindən. Nazlı Bakım o nef qoxan gülündən. Muğanın milin adını çəkir. Xəbər alsam muğanından milindən. Milimdən daha doğrusu. Nədir burada? Təsvir ifadə vasitəsi olaraq. İnversiya. Burada yenə
metafor var da insan deyil ki. Ay sağ olun. Bəli, burada Xəbər yenə var. metafor var. Tamamilə doğrudur. Birinci bəndin birinci misrasında metafor var. Nazlı Bakım o neft qoxan gülündən. Nazlı Bakı burada bildiyimiz kimi epitetdir. Bu rahat bir Mənim məsələdir. inversiya olmur. Hə, Birincidə. inversiyada var. Hə, problem inversiyası rahatdır. İnversiyada var. Sonra Nazlı Bakım epitetdir. O neft qoxan gülündən. Neft qoxan gülündən Bakının neft Mənim bu təzad qoxan. olmaz. Çünki neftin qoxusu pisdir. Bu gülüm deyir axı, neft qoxan gülümdən. Yəni ona xoş gəlir bu neftin qoxusu. Nazlı Bakım o neft Bəli, qoxan bəli. Ona gülündən. xatırladır da birini. Əslində neft qoxan o gülündən. nefti belə deyim də təbii sərvətimizdən zənginliyimiz kimi nəzərdə tutur müəllimə. Bakı, Nazlı Bakım o neft qoxan gülündən nefti gülə bənzədir. Mən də onu deyirəm. Hə, təşbeh Bəli, gözəl ətirgənlə o nefti belə qəşəng iyi kimi qəbul edir də. Hə, təşbehdir bu. Nefti gülə bənzədir. Nefti gül qoxulu gülə bənzədir. Burada təşbeh var. Burada Nə əsasını deyirəm müəllim? hə, Emoşemdə bunun yəni izahında deyilir ki, gör deyir də, yəni vətən həsrətidir, onda deyir nə qədər çoxdur ki deyir. Həmin deyir neftin deyir iyidir, xoşa gələn olmasa da deyir qürbətdə olanlar üçün, yəni onun ətri belə xoşdur. O mənada burada şərh ediblər. təzad Düşündüm ki, yəqin ki götürürlər. Yox, təzad deyil. Yox, mən onu təşbeh götürürəm. təzad yazmayıblar mənim, o mən deyirəm. Hə, siz deyirsiniz. Yox, yox, yox. Yox, təzadlıq bir şey yoxdur mənim. Yox. Kim demiş ki, düşmüş adın dilindən, Azərbaycan mənim eşsiz yurdum oy, ölməz eşqim içimdəki dərdim oy. Azərbaycanı nə adlandırır? Eşsiz yurd adlandırır, yəni tayı bərabəri olmayan bir yurd adlandırır. Yenə burada eşsiz yurd, Azərbaycanı eşsiz yurda bənzədir. Buna təşbeh deyəcəyikmi? Deyəcəyik. Bu da təşbehdir. Ölməz eşqim içimdəki dərdim oy. Bəs eşsiz yurd ifadəsinə necə? Eşsiz yurd ifadəsinə epitet deyəcəyikmi? Bax, Azərbaycanı eşsiz, hə. Azərbaycanı eşsiz yurda bənzədir. Bu təşbehdir, düzdürmü? Azərbaycanı eşsiz yurda bənzədir. Bu təşbehdir. Bəs eşsiz yurd ifadəsinin özünə epitet deyə bilərikmi? Xeyr müəllim. Niyə? Yəni tayı bərabəri olmayan. Tayı bərabəri olmayan yurd mənasındadır da. Yəni Niyə mənim epitet olsun ki? Eşsiz yurd. Məcazi Yəni burada çox ifadə. bədililik yoxdur axı. Eşsiz Yəni tayı yurd. bərabəri olmayan yurd kimi. Yəni tayı bərabəri olmayan eşsiz yurddur da, məcazilikdir də. O qədər məcazilik verir ki, yəni tayı bərabəri yoxdur. Eşsiz yurd. Epitetdir bu. Niyə epitet götürməyək ki? Eşsiz yurdum. Yəni tayı bərabəri olmayan yurdum. Eşsiz yurd. Yox, epitetdir bu. Epitet götürəcək. Azərbaycan mənim eşsiz yurdum. O təşbehdir. Eşsiz yurdun özü də epitetdir. Bəs ölməz eşqim içimdəki dərdim oy. Bunu nə götürə bilərik? Aburs misralarla əlaqəli. ölməz eşq elə mənim epitet deyil ki. Aysən, ölməz eşq. Necə eşq, ölməz eşq. Bunu da epitet götürə bilirik. Bəli. Başqa bir şeyimiz qaldı mı? Qalmadı. Bəli, buyurun. Burada eşqim, içimdəki dərdim ölməz deyil. Yoxsa ölməz eşqdir. Ölməz eşqim, içimdəki dərdim o. Hayır, Məncə burada burada ölməz eşq deyil. deyil. Hə, ölməz eşq deyil. Yəni burada feildir, düz deyir müəllimə. Necə eşq yox da, yəni mənim içimdəki eşq dərd ölməz. Bu mənanı ifadə etmiş olur. Yaxşı, indi gələk 4-cü, sonuncu bəndimizə. 4-cü bənddə ən belə deyək də, poetikliyi, vətənin sevgisini pik nöqtəyə çatdıracaq, zirvə nöqtəsinə çatdıracaq ifadələr burada öz əksini tapmışdı. Könlümə tək Kəbə etdim səni mən. Burada tək nədir? Könlümə tək Kəbə etdim səni mən. Tək nitq hissəsi olaraq orada nədir? Təşbehdir. Təşbehdir də. Niyə? Qoşmaq Könlümə tək nitq nəsən? hissəsi.
Necə qoşmadır? Könlümə tək Kəbə etdim səni mən. Könlümə tək. Tək burada sifətdir. Mənim təkcə də yəni. Təkcə könlümü sənə Kəbə etdim. Təkcə bircə mənasında, tək mənasında deyil. Ədatdır da. Ədatdır. Qoşma niyə olsun? Ədatdır. Yəni könlümə mən təkcə səni Kəbə etmişəm. Yalnız səni Kəbə etmişəm. Yəni mənim Müəllim, ədatlı qoşma deyil. ancaq və ancaq yeganə qibləgahım, tək qibləgahım belə deyək də, səni necə Kəbəni ziyarətgah hesab edirlər, mən də vətəni özüm üçün Kəbə hesab etmişəm. Könlümə tək Kəbə etdim səni mən. Sənsiz neynim qürbət eldə günü mən. Burada da bədii sual var, başqa bir şey yoxdur. Sənsiz neynim Allahı mən, dini mən, bədii sualdır. Yəni ki, burada vətəni belə deyim də, müqəddəsləşdirir, müqəddəs hesab edir, Kəbəyə bənzədir. Bəs belə bir ifadə işlətsək ki, vətəni dindən belə üstün tutur. Bu doğrudurmu? Bəli. Çünki deyir sənsiz neyim Allah mən dinim mən. Hətta əstəğfurullah, Allahdan belə, dindən belə vətəni üstün tutur ki, yəni sən olmadan mən deyir dini, Allahı deyir neynirəm. Azərbaycan mənim tacım, taxtım. Azərbaycanı tacı taxt adlandırır. Deməli, Azərbaycanı adlandırdı bəxtsiz anam. Azərbaycanı adlandırdı tacım, taxtım. Sonra Azərbaycanı adlandırdı eşsiz yurdum, adlandırdı. Tamamilə doğrudur. Bu belə. Başqa burada sizin nəzərinizə çatdıracaq bir şeyimiz qaldımı? Yox, bir şeyimiz qalmadı. Hər bir şeyini qeyd etdik. Bu şeirin təhlili ilə bağlı ümumilikdə bu qədər.